Eləmədən dəhşətli İlham Əliyevin günü gəldi, çıxdı Azadlıq qəzeti ilə yayımlayıb. Bu da Azadlıq qəzeti. Məhəmməd Mirzəli. Mirzəli, hanı Mirzəli? Hə, buradadır Mirzəli, oxuyuram. Məhəmməd Mirzəliyə görə Reyn şəhərinin mərkəzi bağlanılıbdır. Azərbaycanlı blogerə qarşı hücumda ittiham olunan şəxslərin məhkəməsi səbəbindən Reyn şəhərinin mərkəzi bağlanılıbdır. Məhkəmə prosesi 12 iyuna qədər davam edəcək. Azərbaycanlı siyasi müxalifətçi Nant şəhərində yaşayan Məhəmməd Mirzəliyə qarşı təşkil olunan hücumda iştirak etməkdə şübhəli bilinən 9 nəfər mütəşəkkil dəstə halində qəsdən adam öldürməyə cəhd ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Bloger 14 mart 21-ci ildə Nant şəhərinin mərkəzində ağır yaralı vəziyyətdə ölü zənn edilərək küçədə qoyulmuşdu. O artıq 4 ildir daimi polis mühafizəsi altındadır. 3 sui-qəsd cəhdi. 2020-ci il, 22-ci il. Məhəmməd Mirzəliyə qarşı ümumilikdə 3 dəfə sui-qəsd cəhdi olubdur. O Fransadan Azərbaycan hakim ailəsi olan Əliyev barədə korrupsiya araşdırması aparır və məlumatları YouTube kanalında 5 dildə yayımlayır. Gücləndirilmiş təhlükəsizlik səbəbləri. Reyn Apellyasiya Məhkəməsinin açıqlamasına görə Məhəmməd Mirzəli uzun müddətli polis mühafizəsi altında olması səbəbindən məhkəmə zamanı misli görünməmiş təhlükəsizlik səbəbləri görülür. Bu tədbirlərdə Daxili İşlər Nazirliyi Xüsusi Mühafizə Xidməti bilirlər ki, İlham Əliyevə qarşı çox dəhşətli məhkəmədir bu. İlhamın anasını ağladan məhkəmədir. Ona görə bura İlham Əliyev hər cürə orada təxribat eləyə bilər. Deməli, prefektura, milli polis, jandarma, penitensiar xidmət, apellyasiya məhkəməsi iştirak edir. Parlament ətrafında xüsusi rejim. Məhkəmə binasının yerləşdiyi parlamentdə ətrafında təhlükəsizlik aydın məsələ avtomobillərin hərəkəti dayandırılıbdır. Qadağandır o bölgədən avtomobil. Gör, İlham Əliyevə bax, özünü nə tərbiyə abr eləyir. Liboyadan bura niyə bağlanıbdır? İlham Əliyev adam öldürübdür, öldürməyə cəhd eləyibdir, ona görə bağlanıb. Park etmək olmaz, avtomobil saxlamaq olmaz. Binaya daxil olan hər kəs şəxsiyyəti təsdiqlənib, əşyaları rentgen cihazlarından keçirilməlidir. Məhkəmə zalında çox dilli sinxron tərcümə sistemi quraşdırılıbdır. Əlavə təhlükəsizlik avadanlıqları quraşdırılıb. Əvvəlki hökm. Artıq 2025-ci il demək ki, İlham Əliyev sonuncu dəfə Makronla danışanda 100% Məhəmməd Mirzəliyə görə danışıbdır. 2 gün bundan qabaq dedim, dünən yox sırağa gün. Makronla danışıb, İlham Əliyev. Demək ki, Məhəmməd Mirzəliyə görə, Makron da deyib, bizdə azad məhkəmədir, neynəmək olur. Reyn şəhər mərkəzinin bağlanması əsas səbəbləri Məhəmməd Mirzəliyə yüksək risk altında olan siyasi sığınacaq sahibi olması və məhkəmə zamanı mümkün təhlükələrin qarşısını almaq üçün geniş miqyaslı təhlükəsizlik tədbirləri görülməlidir. Material Fransa mətbuatından götürülüb, Azadlıq qəzeti tərəfindən yayımlanıbdır.